9y-in kubu çıx 36y-5 çoxhədlisini hasil şəklində göstərin. Demək, biz buradan hər ikisində iştirak edəni mötərizə xaricinə çıxarda bilərik. 9y-in kubunu ilə mötərizə xaricinə çıxardaram. Yerdə nə qalar? 1, yəni 9y kubunu nəyə vursaq 9y kub edər? 1-ə. 1 çıxılsın. 36y-5 olması üçün demək 4y kvadratına vurarıq. Buradan da biz 1 çıxılsın 4y kvadratını kvadratlar fərqi kimi aça bilərik. Yəni kvadratlar fərqi a kvadratı çıx b kvadratı bərabərdir. A plus b, yəni bir dəfə cəminin, bir dəfə də fərqinin hasilinə bərabərdir. Demək 9y kubu qalar öz yerində. 9y kubu 1 neçənin kvadratıdır? Yəni əvvəl kvadrata yüksəltməmişdən qabaq nəymiş? Elə 1 imiş. 1. 4y kvadratı əvvəl 2y imiş. Yəni kvadrata yüksəldikdən sonra 4y kvadrat olur. Demək bir dəfə toplayarıq, bir dəfə də çıxıb hasilini tapmış olarıq. Demək çoxhədini hasil şəklində göstər dedikdə, yəni bu formada yazırıq. Sonra digərində də yenə çoxhədini hasil şəklində göstərin deyir. 36 çıxılsın y çıx 3-ün kvadratı. Yəni biz burada 36-ya bir a kimi yanaşsaq. Yəni əvvəl nə imiş? A 6 imiş. Çünki 6-nın kvadratı 36 eləyir. Y çıxılsın 3-də, əvvəl y çıx 3 imiş ki, sonra y çıxılsın 3-ün kvadratı götürürük. Yenə burada a plus b, a minus b kimi baxsaq, bir dəfə toplayıb, bir dəfə də çıxarıq. 6 çıx y çıxılsın 3. Demək qarşıda da mənfi olduğu üçün y plus 3 olar. Sonra yenə 6 plus y çıxılsın 3. Demək buradan 6 ilə 3-ü toplayarıq. 9 çıx y. 6-dan 3 çıxarıq. 3. 3 plus y. Digər sualda isə 8a kubu çıxılsın 27 çoxhədlisini sadə vurğulara ayır deyir. Yəni bu müxtəsər vurma düsturu kimi yanaşsaq, biz 8a kubu, yəni kublar fərqi kimi baxarıq. Əvvəl 2a imiş, sonra 8a kubu oldu. 27 də əvvəl 3 imiş, kuba yüksəltdik, yəni 27 oldu. Bu şəkildə yanaşsaq, kublar fərqi kimi açarıq. Əvvəlcə düsturumuzu xatırlayaq. A-nın kubu çıx B-nin kubu. Bir dəfə A çıx B-ni tapırdıq. Bir dəfə də A-nın birincinin kvadratı yüksəldirdik. Sonra birinci ilə ikincinin hasili plus ikincinin kvadratı. Yəni bu şəkildə tapırdıq. Yəni tətbiq eləsək düsturumuzu əvvəl yazaram. 2A çıxılsın 3. Sonra demək kvadrata yüksəltməliyik birincini. 4A kvadratı. Üstəgəl birinci ilə ikincinin hasili. 2-ni 3-ə vursaq 6A. Üstəgəl ikincinin kvadratı 9.